Bismillahirrahmanirrahim. Bugünkü mövzumuz elm barəsində olacaq. Məntiqdə giriş mövzularda araşdırılan önəmli məsələlərdən biri də elmdir. Elmin tərifi nədir, hansı növləri vardır və s. bu kimi məsələlərə işarə olunur. Tərifə keçməmişdən öncə bir məsələyə qısa işarə etmək istəyirəm. Alimlərimiz elmi iki qismə ayırıblar. Hüsuli elm və hüzuri elm. Bu iki növ arasında fərq nədən ibarətdir? Mən qısa işarə edim. Baxın, hüsuli elm dedikdə məzmununun və formasının dərk olunmasını nəzərdə tuturuq. Yəni biz hansısa bir şeyin məzmunundan agah oluruqsa, buna deyirik hüsuli elm. Lakin hüzuri elmdə biz artıq bir şeyin məzmununu və formasını deyil, əksinə həmin şeyin özünü, varlığını, həqiqətini duyur və onu dərk edirik. Misal verim, misal üzərindən məsələ daha da aydın olsun. Məsələn, bizim tarixi bilgilərimiz, bunlar hamısı hüsuli elmdir. Filan tarixdə filan hadisə baş verib, bu hüsuli elmdir. Nəyə görə? Çünki biz həmin hadisənin məzmunundan xəbərdarıq. Amma bunun müqabilində, bizim əgər məsələn bədənimiz ağrısa, təbii ki biz ağrı zamanı həmin ağrının özünü duyuruq və özünü hiss edirik. Burada artıq ağrının məzmunu deyil, forması deyil, bəlkə özü dərk olunur. Buna biz deyirik hüzuri elm. Hüsuli elmlə hüzuri elm arasındakı fərq qısa olaraq bundan ibarətdir. İndi sual yaranır ki, biz məntiq elmində hansı növ elmdən söhbət açırıq? Elmində hüsuli elmdən söhbət açılır və məntiq elmində hüsuli elm araşdırılır. Məntiq elminin qaydaları, məntiq elminin qanunları bizə ancaq əşyaların məzmun və formasından agah olmağa imkan yaradır. Amma əşyanın özünü duymaq, özünü hiss etmək bu artıq başqa sahənin mövzusudur. Bu izahdan sonra gəlirik məntiq elmində alimlərin elmə verdiyi tərifə. Alimlərimizin elmə verdiyi məşhur bir tərif var. Mən həmin o tərifi burada qeyd edirəm. Həmin tərif odur. Əl-ilmu huduru surati şey'i əndəl alim. Elm, yəni bir şeyin məzmununun, formasının dərk olunması. Gördüyünüz kimi tərif hüsuli elmin mahiyyətinə uyğundur. Çünki məntiqdə hüsuli elm araşdırılır. Təbii ki, verilən tərif də buna uyğun olmalıdır. Bundan sonra gəlirik elmin növlərinə. Alimlər elmin iki növü var, təsdiq. Bu iki elm arasındakı, bu iki növ arasındakı fərq nədən ibarətdir? Fərq budur ki, biz təsəvvür dedikdə zehnimizə yaşlar, bunlar nəzərdə tuturuq. Yəni bizim ətrafda olan əşyalar haqqında müəyyən anlayışlarımız var. Təsəvvür dedikdə həmin anlayışlar nəzərdə tutulur. Lakin təsdiq dedikdə artıq fəqət anlayış deyil, məna deyil. Bununla yanaşı bir də hökm var. Bir misal verim, məsələ aydın olsun. Baxın, mən ay deyirəm. Təbii ki, ay dedikdə zehnimizə müəyyən bir məna gəlir. Bu barədə bir anlayış formalaşır. Və həyat deyirəm. Həyat dedikdə başqa bir məna gəlir, başqa bir anlayış gəlir. Bunlar hamısı təsəvvürdür. Nəyə görə? Çünki yalnız mənalar gəlir zehnə. Lakin əgər mən bu mənaları bir-birinə nisbət verib, hökm versəm, məsələn, desəm ki, ayda həyat var və ya ayda həyat yoxdur. Burada artıq anlayışla, məna ilə yanaşı bir də hökm oldu. Buna deyirəm artıq təsdiq. Deməli, təsdiqlə təsəvvür arasındakı fərq nədir? Fərq budur ki, təsəvvür deyəndə fəqət mənalar, anlayışlar nəzərdə tutulur. Təsdiq dedikdə isə həmin anlayışlarla yanaşı bir də hökm var. Daha sonra gəlirik təsdiqin növlərinə. Təsdiqin neçə növü var? Alimlər buyururlar ki, təsdiqin 4 növü var. Bunlar hansılardır? Yəqin, zənn, şək və vəhim. Fərq nədir? Birinci, yəqin. Yəqin dedikdə biz hansısa bir məsələ barəsində gəldiyimiz qəti nəzərdə tuturuq. Elə bir nəticə ki, onun əksini ehtimal vermək də özü qeyri-mümkündür. Məsələn, deyirəm ki, 2 üstə gəlir ki, həm gəldiyim bu nəticə qətidir, barəsində zərrə şübhəm yoxdur və hansısa bir gün gələcəkdə bunun əksinin ola biləcəyini də ehtimal vermirəm. Buna deyirəm yəqin. İkinci gəlirik zənnə. Zənn nədir? Zənn budur ki, hansısa bir mövzu barəsində qəti nəticəm yoxdur, lakin xatircəmlik var.
Məsələn, bir məsələni araşdırdım və bu barədə xatircəmlik yarandı məndə. Buna deyirəm zənn. Zənn, yəni faizlə göstərmək istəsək, 100, yəni qətidən, yəqindən aşağı, 100%-dən aşağı, 50%-dən yuxarı. 50 və 100 arasında olunan xatircəmliklər, bunlara deyirik biz zənn. Sonra gəlir şəkkə. Şək nədir? Şək budur ki, mövzu barəsində, mövzunun araşdırdığım hansısa bir mövzunun nəticə barəsində məndə heç bir xatircəmlik yoxdur, heç bir qəti qərar yoxdur. Bəlkə qalmışam şəkdə, yəni 50-50 arasında. Buna deyirəm şək. Məsələn, ayda həyat var, bilmirəm, şək edirəm. Ola da bilər, 50%, olmaya da bilər. Yəni bu həyatın olması müsbət və olmaması mənfi, mənə nisbət hər ikisi də 50%-dir. Buna deyirəm şək. Sonra gəlir vəhmə. Vəhm zənnlə tərs mütənasibdir. Yəni bir mövzu barəsində mənim xatircəmliyim varsa, məsələn 70%. Bunun əksi variant vəhmdir. Yəni 30% artıq vəhmdir. Vəhm, yəni 50-dən aşağı, şəkdən aşağı, buna deyirik vəhm. Bu təsdiqin növləridir. Sonra gəlirik elmi başqa bir yöndən təqsim etməyə, bölməyə. Baxın, elmin mənbə baxımından, qaynaq baxımından bir başqa bölgüsü var. Bu özü də 4 qismə bölünür. Hissi elmlər, təxəyyüli elmlər, vəhmi elmlər və əqli elmlər. Hissi elm dedikdə, yəni hiss vasitəsilə, hiss üzvləri vasitəsilə əldə olunan elmlərə deyilir. Bildiyiniz kimi insan 5 hiss üzvünə malikdir və hər hiss üzvü özünə uyğun olaraq müəyyən məlumatlar insana ötürür. Və bunlar nəticəsində insanda elm yaranır. Buna deyirik hissi elmlər. Sonra gəlir təxəyyüli elmlər. Təxəyyüli elm dedikdə, təxəyyül qüvvəsi vasitəsilə yaranan elm nəzərdə tutulur. Baxın, təxəyyülla xəyalın fərqi var. Xəyal dedikdə, biz gördüyümüz əşyaların, duyduğumuz əşyaların yenidən zehində canlandırılması nəzərdə tutulur. Məsələn, biz bir şəxsi görürük. Daha sonra, müəyyən bir müddətdən sonra həmin şəxsi gördük. Buna deyirik xəyal və ya xəyal qüvvəsi. Lakin təxəyyüldə burada sırf canlandırma yoxdur. Bəlkə bir növ yeni bir şey qurma, yeni bir şey formalaşdırma var. Məsələn, mən zehnimdə 2 başlı dəvə surətini formalaşdırıram. Burada artıq təbii ki, xaricdə 2 başlı dəvə yoxdur və ya 2 başlı əjdaha yoxdur. Lakin mən gördüyüm şeylər üzərindən bu şeyləri bir-birinə calayaraq zehnimdə yeni bir surət, yeni bir şəkil qururamsa, buna deyirəm artıq təxəyyül qüvvəsi. Və bu qüvvənin nəticəsində əldə olunan elmə isə deyirəm təxəyyül elmi. Sonra gəlirik vəhmə. Vəhmdə mənalar nəzərdə tutulur. Bu, bir növ mənəvi mənalara, anlayışlara işarə edir. Məsələn, qəzəb, həsəd, bu kimi şeylərin dərk olunması, buna deyirik vəhmi elm. Vəhm burada digər vəhmdən əvvəlki qeyd edilir. Vəhm hansısa bir mənanın dərk olunmasını göstərir. Lakin sonuncu elm əqli elmdir. Əqli elmlər dedikdə ağıl vasitəsilə əldə olunan, ağıl vasitəsilə yaranan elmlərə deyirik. Təbii ki, əqli elmlər ümumi formalara işarə edir. Yəni biz əqli elmlər dedikdə, ağıl qüvvəsi dedikdə, burada ağlın ümumi, kulli mənaları dərk etməsini nəzərdə tuturuq. Alimlər buyururlar ki, insanın heyvandan fərqi bu sonuncu elmdə yaranır. Yəni ilk üçdə, hissi elmlərdə, təxəyyüli elmlərdə, vəhmi elmlərdə insan heyvanla müştərəkdir. Lakin sonuncuya gəldikdə, yəni əqli elmlərə gəldikdə, yəni ağıl vasitəsilə əldə olunan elmlərə gəldikdə, buyururlar ki, insan burada heyvandan fərqlənir. Artıq heyvanda ağıl olmadığı üçün yaranan elmdə. İnsanın heyvana olan üstünlüyüdür ki, insanda digər 3 qaynaqdan əlavə bir də ağıl qüvvəsi var ki, insan bu vasitə ilə, ağıl vasitəsi ilə ümumi mənaları dərk edir. Bugünlük bu qədər. İnşallah növbəti dərslərimizdə yeni mövzularla çıxış edəcək. Allah'a amanda olun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.